Salam dəyərli izləyicilər, 6 mart 2026-cı il Amerika Prezidenti Trump İranın gələcək idarə etmə forması və Tehranın regiondakı müttəfiqləri ilə münasibətləri barədə danışıb. Ağ Ev rəhbəri İranın mütləq demokratik dövlətə çevrilməsi kimi bir tələbinin olmadığını, eləcə də ölkəyə dini liderin rəhbərlik etməsinə qarşı çıxmadığını bildirib. O, əsas meyarın idarə etmə formasından çox seçiləcək şəxsin ədalətli olması və Amerika-İsrail həmçinin regionun digər tərəfdaş ölkələri ilə dürüst münasibətlər qurması olduğunu vurğulayıb. Mən dini liderlərin bir çoxu ilə işləyirəm və onlar çox yaxşıdırlar. Prezident həmçinin son hərbi əməliyyatlardan sonra İranın artıq əvvəlki gücündə olmadığını və hərbi dəniz donanmasına ağır zərbələr endirildiyini iddia edib. Amerika qüvvələri İranın 25-ə yaxın strateji gəmisini məhv edib. Tehranın artıq regionda təhdid yaradacaq resursları qalmayıb. Xatırladaq ki, fevralın 28-də başlayan hərbi əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu və paytaxtdakı hökumət binaları ciddi ziyan görüb.